Birinci baxırıq 56-cı məsələyə. Xəritə sxemi əsasən qütb gecə gündüzlərinin müşahidə olunduğu məntəqələri müəyyən edin deyəndə 66.5-dən şimala doğru 90 dərəcəyə doğru deməli qütb gecə gündüzləri müşahidə olunur. 66.5-in üzərində bir gün qütb gecə gündüzləri müşahidə olunur. 90 dərəcə qütbdə isə 6 ay gecə, 6 ay gündüz müşahidə olunur. Buna əsasən də baxırıq cənub yarımkürəsində elə bir məntəqə verilməyib. Baxırıq şimal yarımkürəsində isə deyirik ki 1, 2 və 3-cü məntəqələr qütb dairəsindən şimalda yerləşdiyinə görə 66.5-dən şimalda yerləşdiyinə görə bunlarda qütb gecə gündüzləri müşahidə olunur. Cavab C variantı. Sonra baxırıq 57-ci məsələyə. Burada verir ki, cədvəldə 5 ayrı məntəqə üçün 22 iyun və 22 dekabr tarixlərinə uyğun gələn gündüzün uzunluqları verilmişdir. Buna əsasən məntəqələri şimaldan cənuba doğru sıralayın. Biz bilirik ki, əvvəlcə baxırıq 22 iyuna. Biz bilirik ki, 22 iyunda Günəş deməli 22 iyunda Günəş şimal yarımkürəsində olur. 23.5 dərəcənin üzərində olur. 5 dərəcənin üzərində olur. Bu zaman ekvatorda 12 saat gecə, 12 saat gündüz baş verir. Ekvatordan qütbə doğru, şimala doğru gecə və gündüzün uzunluqları arasındakı fərq artmağa başlayır. Burada fərq bərabərdir. Gecə və gündüz arasındakı fərq bərabərdir. Qütblərdə isə 6 ay gündüz olur. Deməli, gündüzün uzunluğu çoxdur. Ən çox gündüzün uzunluğu hardadırsa, o daha şimalda yerləşir. Ən az gündüzün uzunluğu hardadırsa, o isə cənub yarımkürəsində yerləşir. Baxırıq 15 saat, 7 saat, 19 saat və 11 saat. Ən çox 19 saatdır. Daha şimalda yerləşəcək 19 saatdır. Yəni burada olur 3, ondan sonra 15 saatdır. 1, sonra 4, 4-cü məntəqə və 11 saat oldu. Sonra isə gəlir 7-ci məntəqə, ekvatordan cənuba keçdik və 6-cı məntəqə yerləşir. 7-ci məntəqə 2-dir, 6-cı məntəqə isə 5-dir. Burada cavab olur C variantı. Baxırıq 59-cu məsələyə. Verir ki, 22 dekabr gününə aid olan gecə və gündüzün uzunluğu diaqramının xəritə sxemində hansı məntəqəyə uyğun gəldiyini müəyyən edin. Burada göstərib gündüzün uzunluğu çoxdur, gecənin uzunluğu isə azdır. Deməli, gündüzün uzunluğu çoxdursa, 22 dekabrda da biz bilirik ki, cənub yarımkürəsində gündüzün uzunluğu çox olur. Və biz daha cənubda yerləşən məntəqəni götürəcəyik ki, yəni qütblərə doğru əgər 22 iyunda 23.5 cənub enliyində zenitdə olur Günəş, ona görə də 23.5 cənub enliyində zenitdə olan zaman cənub yarımkürəsində qütb gündüzləri qütblərə doğru artır. Ekvatorda 12 saat olur, qütblərdə isə deməli gündüzün uzunluğu 6 aya bərabər olur. Buna görə də 5-ci məntəqəmiz deyirik ki, gündüzün uzunluğu daha çox olacaq. Çünki burada göstərib ki, gündüzün uzunluğu çox, gecənin uzunluğu isə azdır. Sonra baxırıq 61-ci məsələyə. Burada verib ki, şimal yarımkürəsində gündüzün uzunluğu göstərilib, cənub yarımkürəsində gündüzün uzunluğu göstərilib. Biz baxırıq şimal yarımkürəsinə 0 dərəcə 12 saat gecə, 12 saat gündüzdür və qütblərə doğru baxırıq ki, gündüzün uzunluğu artır. 13 saat, 14 saat, 16 saat və 24 saat qütbdə. Deməli, şimal qütbündə gündüzün uzunluğu oldu 24 saat. Bu zaman bilirik ki, Günəş şimal deməli tropik xətti üzərində zenitdədir. Şimal tropik xətti üzərində zenitdə olduğu zaman isə 22 iyundur. 22 iyunda qütbdə 24 saat qütb gündüzləri baş verir.
Sonra belə bir məsələ verilmişdi ki, sxemdə verilmiş gündüzün uzunluğunun dəyişməsinə əsasən ayın tarixini müəyyən edin. Deməli 12 saatdır və qütbə doğru nədən bildik? Qütbdə 60-90 dərəcə cənub enliyində qütbdə cənub yarımkürəsi verib, yəni 24 saata bərabər olur gündüzün uzunluğu. Gündüzün uzunluğu göstərilib burada və 90 dərəcə cənub enliyində 24 saata bərabər olur. Gündüzün uzunluğunun çox olduğu vaxt isə 24 saat olduğu vaxt isə qütblərdə deməli 22 dekabra uyğun gəlir. Biz bilirik ki 23.5 cənub enliyində zenitdə olur Günəş. Bu zaman isə cənub qütbündə deməli 24 saat gündüzün uzunluğu deməli 24 saat olur. Sonra belə bir məsələ var ki, bu məsələdə deyir ki, şəkildə günəş şüalarının gününün fərqli saatlarında və A məntəqəsinə düşmə bucaqları göstərilmişdir. Buna əsasən bu məntəqəyə şaquli bastırılmış dirəyin kölgəsinin günəşin biz bu məsələdə bilirik ki, deməli günəş baş üzərində olanda 90 dərəcə bucaq altında düşür və bu zaman kölgə olmur, düz bucaq altında düşür. Amma səhər və axşam saatlarında deməli günəşin düşmə bucağı daha az olur, kiçik olur və kölgənin uzunluğu isə daha çox olur. Buna görə də şərq yarımkürəsində bir məntəqəsində kölgənin uzunluğu daha çox olacaq. Bu hissədə 90 dərəcə düşdüyünə görə 4 olmaz. 4-ə yaxın məntəqələri də götürmürük, çünki günorta saatlarıdır və buna görə də səhər saatlarında günəşin düşmə bucağı kiçik olur nisbətən. Ona görə də deyir ki, kölgə burada dirəyin kölgəsi uzun olur. Baxırıq 104-cü məsələyə. Deyir ki, günorta vaxtı günəş şüalarının deməli düşmə bucağının yerli verildiyi qrafikin hansı məntəqəyə aid olduğunu müəyyən edin. Biz baxırıq məntəqəyə, günəş şüalarının düşmə bucağı verilib. Burada iyun ayında günəş şüalarının maksimum düşmə bucağı 60 dərəcədən 30 dərəcə arasındadır. İyun ayında bilirik ki, günəş şimal yarımkürəsində olur və şimal yarımkürəsində olduğuna görə buradakı cənub yarımkürəsində olan məntəqələri çıxırıq. Yəni bizim cavabımızda olan məntəqə olmalıdır şimal yarımkürəsi. Və baxırıq ki, burada iki variant var ki, 8.5 dərəcə şimal enliyi. 8.5 dərəcə şimal enliyi ola bilməz. Niyə? Çünki bu tropik işıqlanma qurşağının daxilindədir. Yəni 23.5 şimalla 23.5 cənubun cənub daxilində olan bir məntəqədir. Burada isə günəşin maksimum düşmə bucağı 66.5-dən yuxarı olmalıdır. Burada bizim məntəqəmiz 60-dan aşağı olduğuna görə biz bu cavabı seçə bilmirik. Baxırıq, Oslo 60 dərəcə şimal enliyində. Bu məntəqənin deməli cavabımız Y variantıdır. Niyə? Çünki burada günəş şüalarının düşmə bucağı mülayim enliklərdə deməli ola bilər.